Dünən futbolçularla görüş oldu. Zaten bu görüşün də negativ tərəfləri də mənə elə gəlir ki, bugün meydançada oldu. O tərəfi də vardı, amma bəzi məsələlərdə razılaşa bilmədik, ortaq məxrəcə gələnmədik və razılıq, iki tərəfli razılıq əsasında düşündük ki, ayrılaq. Çünki mənim də istəklərim, iddialarım, baxışlarım fərqlidir. Yeni rəhbərlik tam başqa cür düşünür. Ona görə də belə də, yəni futbolda bu şeylər olur, olacaq. Biz də daha güclü olmalıyıq, mənə elə gəlir. Bugün mən artıq sonuncu dəfə Kəpəz barəsində və Kəpəzin içindən danışacağam. Çünki mən Kəpəzdə yaxşı dostlar tapdım. Mənə elə gəlir ki, sezonda çoxlarının Kəpəzin üstündən xətt çəkdiyi bir anda biz Kəpəzi Premyer Liqada saxladıq. Yəni, ona görə də Kəpəz barəsində çox şey danışmaq istəmirəm, amma sabah kimlər qərar verəcək, baş məşqçi və yaxud da idman direktoru, direktor kimsə artıq bilmirəm necə olacaq. Amma bugün mənim də öz baxışlarım var. Yəni, inşallah hər bir şeydə xeyir var. Düşünürəm ki, daha yaxşı şeylər olacaq. Kəpəz üçün də həmçinin olsun. Yəni, komandanın içində əgər bir baş məşqçi artıq bilir ki, və futbolçular da bunu hiss edirlər ki, elətdirirlər ki, artıq baş məşqçi komandada qalmayacaq, istəsəmə ruh düşkünlüyü var və futbolçuların da ümumən futbolçuların da görüşü, baxışı tam fərqli şeylərdir. Yəni biz sırf ustalıq hesabına deyil, biz komanda şəklində mehribanlıq, o döyüş, bir Kəpəzi bu günlərim hər hansı bir usta futbolçunun adını çəkilməz, amma döyüşkərliyin hesabına biz o xalları qazanmışıq və Premyer Liqada qalmışıq. Düşünürəm ki, biraz uşaqlarda biraz mənə elə gəlir ki, o əks təsir görsün. Həyatı boyu. Elə şeylər ola bilməz. Mən burada elə futbolçu tanımıram və inanmıram ki, kimsə bilərək tanımır. Sadəcə dediyim kimi, Kəpəz bir motivasiya olub və harasa biraz ola bilər ki, düşkünlük oldu o tərəfdən. Futbolçular da çox hissiyatlı insanlardır. Mənə elə gəlir ki, o hissiyat çox böyük rol oynayır. Valla mən onu sözün açıqlamayacağam. Nəyə görə açıqlamayacağım? Çünki klubla mənim aramda olan məsələlərdir və ona görə deyirəm ki, heç mən Kəpəzdən ancaq yaxşı şeylər danışmaq istəyirəm. Sadəcə fikirlərimiz üstə düşmədi. Bu da təbiidir, futbolda belə şeylər var. Kəpəzə də uğurlar arzulayıram, çünki mən bazar şişləri sevdim, Kəpəzi sevdim və mənə elə gəlir ki, mənim burada haqqım var. Nəyə görə haqqım var? Çünki vaxtımın çox hissəsini ailəmlə keçirə bildikdə mən bu futbolçularla, akademiyada falan insanlarla keçirmişəm və bilirəm ki, bir ailə yaratmaq tam başqa bir şeydir. Biz də bunu yaratmışdıq. Yəni, şükürlər olsun ki, futbolda belə şeylər olur da, yəni. Biz hər şey peşəkar tərəfdən yanaşırıq. Yəni, bir insan, belə deyim, həm ibadət əhli ola bilər, həm dünyavi insan ola bilər. Onun üçün halallıq bir şey deyil. Amma həyat davam edir. Hər zaman göstərəcək ki, necə, kim, harada, nətər. Yəni, mən həmişə futbolçulara bir söz demişəm ki, həyatda düz olmaq lazımdır. Yəni, düzsənsə, heç kim yanında gözü kölgədə olmamalısan, düzsənsə, rahat olacaqsan, düzsənsə, Allah Subhanahu taala sənin qarşına o düzləri də çıxardacaq, yaxşını da çıxardacaq. Ona görə həyatda idmançı da başı o düzgünlüyü, mübarizəni həmişə düz aparmalıdır.